Bakıda və Abşeron yarımadasında dekabrın 14-lü günün birinci yarısında hava şəraitinin arabir yağıntılı olacağı proqnozlaşdırılır. Bu haqda Yeni Sabaha Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Gecə və səhər bəzi şəhər ətrafı ərazilərdə qısa müddətdə yağışın sulu qarla qarışıq yağacağı ehtimalı var. Havanın temperaturu ötən günlərlə müqayisədə 5-7 dərəcə aşağı enəcək. Ölkə ərazisinin bəzi yerlərində gecə və səhər saatlarında arabir yağış, Sarbaşda qaq-sə qar yağı. Düşən yağıntının miqdarı Qubada 4, Şavran, Ordubad, Cılfa, Xaçmaz, Qusar, Naxçıvan, Sədərək, Şahbuz, Qobustan, Lənkəran, Gədəbəy, Balakən, Xaltan, İmişli, Yardımlıda 3, Bakıda və Abşeron yarımadasında 1 mm-dir. Bəzi yerlərdə şimal-qərb küləyi əsib. Küləyin maksimal sürəti Naftalanda 18, Qobustanda 16 metr/saniyədə güclənib. Sumqayıt, Şəru, Ordubad, Sədərək, Göygöl, Çəmkir, Balakən, Sarbaşqaq, Şəki, Şamaxı, Qobustan, Xızı, Quba, Qusar, Göyçay, Sabirabad, Kürdəmir, Biləsuvar, Lerikdə duman müşahidə edilib. Görmüş məsafəsi 200 metrədək məhdudlaşıb.